kəsə salam. Necəsiniz arkadaşlar? Yaxşısınız? Deməli dostlar, biz evdən çıxıyoruz, gedirik Bakıya. Bakıdan da gedirik Qubaya. Official çəkilişdədir. Burada Lənkəranda. Daha sonra gəlirlər və biraz tez çıxmalıyıq, özümüzü satırmalıyıq. Saat 3'də Bakıda olmalıyıq. Bu arada saat 1'de 2'ye işleyir. Ne kadar 3'te Bakıda olacağız ben bilmiyorum. Neyse çıkıyoruz arkadaşlar. Çok güzel, çok meraklı vlog geliyor. Gedirik Bakıya. Bakıda da biraz beşleşiyoruz. Gedirik Qubaya. İnşallah Allah'ın izniyle. Oradan böyle bir işten gezeceğiz. Tacir Bey de beşleşleri getiriyor. Helal olsun Tacir Bey size. Helal olsun size. Uyum hem de yoluna. Biz evden ürey çıktık. Gedirik Melisə. Yemək axtarmağa. Heç nə yeməyibdi. Bu arada saat 1'dir. Mənim uşağım heç nə yeməyib. Gedir indi yoldan nəsə alaq ki, yesin. Eləmə ömrüm. Atayı bunu kızım. Güzel geçer. Aldığı yemeğimizi, suyumuzu. Teşekkür ederim. Çok sağ ol. Tabii bizim yemeğimiz, yumağımız, şumağımız, suyumuz, bunun hamısı melisesi var. Ben bizim de burada. Of ben buna da dalıyorum arkadaşlar. Full. Doğru biz evden ürey çıktık. Gelirik Melis'e. Yemeği aktarmağa. Hepsine yemeyipti. Bu arada saat 1'dir. Ben şu an hepsine yemeyip. Gelir indi yoldan nasıl alakça geçsin. Öyle ömrüm? Bakayım bunu kızım. Güzel geçer. Aldığı yemeğimizi, suyumuzu. Teşekkür ederim. Çok sağ ol. Tabii bizim yemeğimiz, yumağımız, şumağımız, suyumuz, bunun hamısı melisesi var. Ben bizim de burada. Of ben buna da dalıyorum arkadaşlar. Full. Baxın, mədə, qarın qəti sürətdə qalmayıb. Bu boyda belə olar. Elə bir əməliyyat olmuşam. İnanmalığa hamilədir ki, əməliyyat olmuşam. Çox gözəl. Günah xanımın səhifəsi bu arada getmiş deyə paylaşım edə bilmirdim. Mən Günah xanımın sayəsində arıqlamışam. Ən sürətli şəkildə, bilirsiniz ki, Azərbaycanda ən sürətli şəkildə arıqladan Günan Arifdir. Yəni, bunu tək mən demirəm. Bir neçə tanınmış pasiyentlər var və məndən yəni bizim bu söhbətdən öncə də burada pasiyentlər var idi ki, hər biri razı qalmışdı, hər biri də razılığını bildirirdi. Bu da məni həqiqətən sevindirir. Amma düzgün şəkildə əməl etmək lazımdır. Əgər Günah xanımın dediyi hər bir şeyə düzgün şəkildə əməl etsəz, belə mənim kimi düz qarnın sahibi olacaqsınız da əməliyyata girməyə də ehtiyac Dedim ki, yoxdur. Saadət xanım, bax, mən hazırlıqsız məni yakaladınız, belə hazırlıqsız yakaladı. Çünki yanımıza, belə deyək də, konsultasiyaya gəlib və yeni proqram verəcəyik, proqramasını dəyişəcəyik. Artıq yekun nəticəmizi biz almağımıza çox az qalıb Saadət xanımla. Amma bu dövr üçün əməliyyatdan 3 ay keçməsinə baxmayaraq bu boyda Tanyanın qarnının, mədənin farklı olması, bəli, heç bir əməliyyatsız, heç bir əməliyyat. Zaten izləyicilər bilir ki, mən nə olsa onlarla bölüşürəm. Mənim arıqlamağımın heç bir tək səbəbi Günan Arifdir. Sizə çox təşəkkür Sən edirəm. neçə kiloda, neçə kiloya Mən düşmüşsün? sizi ilk öncə tanıyada 86 kiloydum qızlar. Düşdüm 55 kiloya, istədiyimiz çəkini əldə elədik. Daha sonra hamilə oldum. Günan Arif yenə də. Mənim belə çəkidə qalmağımın səbəbi qızlar, bir də hamilə xanımlara demək istəyirəm ki, o da Günan Arifin sayəsində idi. Yəni, əgər mən onun dediklərini etməsəydim, bəlkə də hamiləlikdə birinci hamiləliyim kimi şişə bilərdim. Amma yəni onu da qoruyub saxladıq. İkinci hamiləlikdə də özümüzü qoruduq, keysəriyyə olan kimi yenə üzərinə düşdük. İndi bir ayada indi öz gözünüzün qarşısında indi görəcəksiniz. Mənim arıqlama səbəbim Günan Arif xanımın yanına. Yəni bilirsiniz ki, mən 86 kiloydum ilk öncə Günan xanımı tanıyanda. İndi hal-hazırda da əvvəlki çəkimə qayıdıram. İkinci hamiləlik olmağına baxmayaraq. YouTube-da o qədər çox məndən soruşursunuz ki, Günan xanım, sən axtarırlar, tapa bilmirlər. Nömrənin zəhmət olmasa deyil, buradan qızlar yazsın. Biz buradayıq, səhifəmiz sadəcə olaraq bağlanmışdı, yenidən açıldı. Nömrə deyim, 050 613 0003. Bir daha təkrar edirəm, 050 613 0003. İstəyənlər əlaqə saxlayabilir. Tək də qoşula bilərsiniz. Qızlar belə qrup şəklində də, qrup şəklində də qoşula bilərsiniz. Əgər tez bir zamanda çəki atmaq istəsəz, mənim YouTube izləyicilərim hamısı xanımdır bu arada. Hamısı da tontiş xanımlardır. Bu gün inanıram ki, hardasa bir 100-150'si qoşulacaq. Çünki o qədər soruşurlar. Baxın qızlar, mənim yemək yəni tarifimi, mənim nə edəcəyimi, istər hamiləlikdə, istər hamiləlikdən sonra Günan Arif, yəni nə deyirsə onların hər birini edirəm. Əgər siz də düzgün şəkildə etsəz, yəni sizə garanti verirəm ki, mən
yəni tez bir zamanda 10 günə çox möhtəşəm bir çəki atacaqsınız. Yəni əgər həqiqətən arıqlamaq istəyirsinizsə, mən həmişə bu sözü demişəm, arıqlamaq istəməyənlər yox ha, yəni asan yola qaçanlar yox, sırf arıqlamaq əməliyyatlı bədənə sahib olmaq istəyirsinizsə, bunu məhz Günan Arif bacarır. Azərbaycanda nömrə 1-dir diyetoloqlar içərisində, tərifləyən kimi də utanır. Amma həqiqətən bu belədir valla. Siz nömrə 1-siz, amma gərək düzgün şəkildə əməl olunsun. Şu qızlar, yazılın WhatsApp üzərindən yaza bilərsiniz. Zəng eləyə bilərlər, əgər qoşulmasın, ancaq WhatsApp. Amma WhatsAppda zəng edirsə daha yaxşı olur. Şu qızlar, WhatsAppdan əlaqə saxlayın. Gündə nələr edirsiniz? Günan Arif biraz o şeylərə əsəbidir. Mənim bayla üstündə durub deyə mən bugünkü gün istədiyim çəkidəyim. Əgər siz də Günan Arifin dediklərini birə-bir etsəz, mənim kimi istədiyiniz çəkiyə sahib olacaqsınız. Çox sağ olun. Arkadaşlar, gəldik, çatdıq. Günan xanımın yanına getdim. Mənə bir yoxladı, dedi görüm yeyib, yeməyib. İndi də gedirik evə. Hələ ofuşgil çıxmayıb. Ay şaka, ay şaka. Yollar yaxşıca boşdur, həyatım. Gedim ona kimi yemək pişirim. Kocamla çocuğumun qarnını da özdürüm. Bu qız da burada yenə su. Nə qədər su içir, ay Allah bu qız. Ay Allah bu qız. Mən gəldik, çatdıq evə. Yoldan qəşəng belə qarpız aldıq. Amma dadı çox qəşəngdir, çox qəşəngdir. Hə, Tacir, çox qəşəngdir. Hələ mən neçə ildir belə dadlı qarpız yeməmişdim. Göz haqqınızda halal eləyin. Çox qəşəngdir həqiqətən. Qəşəng üstünə qoydum. İndi ofişi çıxsın inşallah. Yox, konserner tutmuşsan da həyatım. Deməli, Ofeliya Şəhliyar qardaşı gəlib çatıb Bakıya. Gedirlər Murad qardaşın yoldaşını götürməyə. Biz də evdən çıxdıq. Oradan gedirlər deyə biz məcburən getməliyik. Yəni saat 11 işləyib açar təhvil vermədilər. Ona görə biz evdən çıxdıq. Bu da Melis xanım. Saçlarını yenə töküşdürüb. Yolda çox çəkiliş eləyə bilməyəcəm. Onsuz yol qaranlıqdır. Nəyə çəkim? Gedək çataq. İnşallah oralarda bölüşəcəm sizlə. Çatdıq arkadaşlar mağazaya. Gedirik indi. Görək nələr alacağıq. Melis də öz yerindədir. Yerini tutub. Öz rahatlığına düşündü. Dedi Şəhliyar qardaş Ofeliya barışı gələnə kimi qəşəng kabab hazırlayaq. Başa eləməsən bundan dedim, başa. Gəl alır. O birisi adamı yorur da, burası lenta kimi soyur. Burada durayım ətlər. Bir alışverişimiz eləyək kızlar, görüşəcəm. Duracağım arkadaşlar. Ətlərimiz. Şöyle orada durun. Sular buradadır. Hə. Uşaqlar kola içir, ofuş. Neydi ona? Full içir. Şəhliyar qardaş ofuş, full içirlər. Hə, elə kola götürür. Fulan da biraz. Polum. Bunun fullu. Şaka, Red Bull gətirin, pul gətirin. Qardaş, Sən pul içmirəm. qıymıram açıq. Prosta sən deyirsən Red Bull başlamasın. Hə, qaqa bundan içir. Onun görə mən bundan dedim. Bunun göy rəngini də istəyirsən götür. Ne oldu kızım? Onun göyündən də götür. Haycan. Haycan. Yine ofuş. Ofuşu çağır. Ofuş. Soyuq daşqın. Soyuq da ayağı vurma. Ne abur cuburlardı. Allah heç kim bilir. Bəy həmişə kimi unutmur salçasını. Bir dənə, 2 dənə. 2 dənə götür məncə. Bəs çörək bir də kəndə çörəyə çıxdı indi. Oradan alar. Hə, məncə də. Heç nə də oradan alarım. Arkadaşlar, meyvə tərəvəz yerinə Tacir bəy seçir. Bazarda Tacir eləyir. Hər şeydə Tacir seçir. Özünə bu arada geçen şortik de aldı. Baseyinde çimmək üçün. Babalardan çıxmasın, hə? Mən şort verməyəcəm. Zarfat elə. Kaka götürüb 100 var. Zarfat elə. Ne sen neymişsin? Yiyip içmeydi kızım. He? Meyve alaq arkadaşlar. Meyveler hoşuma geldi. Abur cuburlarımızı da aldık. Bura boşalır. Sen buraya gidelim. Geldik kasaya. Melis Hanım köməklik göstərir. Aldıqlarımızı kasaya düzür. He kızım hamısını koy biraz. Aferin. Yo öyleydi. Öyleydi. Sen dile kızım. He böyle kızım. Yaxşı renk. Kömür olur burada. Kömür direkt. Aferin. Ver de buraya. Sen de onu koy kızım.
Aferin. Helal olsun. Bir de bu. Bunun üstünde qiymətli prosu yox idi, hə? Etiketində nəsə yoxdur. Gəl. Eləmə qızım, getdik. Bip bip. Deməli, tacir həmişə bu belə sıxma, məsələn, nar suyudur, portağaldır, çox sevir. İndi aldı sınıyaq görək necədir. Demin burada var yemeği. Çox sevir, hədsiz çox sevir. Portakal vapşı. Görə necədir? Gəl, töküm sən də butulkanı iç sən də. İçirsən, sok. Yaxşı. Görün bəyənəsən. Bunun qarnına baxın qızlar. Bəyəndin sən? Hə, aşkım bəyəndin? Görək necədir? Bir mən də baxım qızlar. Arkadaşlar, gəldik Zapravkaya, benzinimizi vurub. Ya Allah, gedirik. Bayaqdan gedə-gedə qalıb, hələ gedib çıxamamışıq. Bir də kömür qalıb, yadımızdan çıxıb kömür almalıyıq. Dostlar yadımda salın bak kömür. Onlar sabah görəcəyik həyatım videonu. Mən ancaq yadına sala bilərəm. Bir dənə suyu içəcək, inanın başım oyun açır. Qalırdı ya burasında. Başım oyun açır atası. Yenə. Arkadaşlara salam diye. Yine. Arkadaşlara dene kızlar salam. De görüm arkadaşlar. Arkadaşlar. Deməli o bu nədir? Portağalın bu içində qalır axı bu. Bu qalır. Tutur axı bunu. Tanesi. Məni saldınız ibrət hazır. Bunu aldım. On diye şeyler. Deyir onu təmizlə, içeyim bir də. Ara tutullahım. Başımı oynatır da mənim Allah'ın da olsun. Hamısını eləyən sənsən, bax. Hamısını eləyən sənsən. Gəldik, çatdıq Qubaya. Tacir gedib kömür almağa yadına saldım. Saat bu arada 1'ə qalıb. Biraz da yuxum gəlirik. Yaman gec gəldik. Of şildə gəlir yoldadır. Onlarda saat yarım. Aramızda yarım saat fərq var. Doktordur. Bu da deyir doktor. Bu qız hələ yatmıyor. Saat 1'ə qalıb bu qız hələ yatmıyor. Saat 1 2'ye işləyir. Ona baxmayaraq məmi sağ olsun yatmayıb bizi gözləyir. Qapını açdılar. Yine başına verir. Xırdadır. Çox qəşəngdir. Qəşəng isti hovuzu. Belə çöl qopması var. Çöldə 2 dənə yellən çayı. Gedim evin içində göstərirəm sizə. Bağın biri budur qızlar. Gələn kimi Melis yatmışdı. Buradan yer elədim ki yatsın. O da yata bilmədi. Gələn kimi oyandı. Deməli, girən kimi bizi belə zal qarşılayır. Amma səliqəsini çox bəyəndim. Mes bəyəndin? Belə qəşəng girişdə televizor. Yuxarıda otaq var. Sabah tam aydın çəkərəm. Burada da otaq var. Belə bu şəkildə. Hər birində şkaf falan var. Gündüz vaxtı tam olaraq çəkəcəm, bölüşərəm. Necə qədər əynin dəyişək, gedim Melisin əynin dəyişim. Bavullu falan gəlmişik. Melisin əynin dəyişim qızlar. Hələ biz gecə yemək hazırlayacağıq. Gəl qızım. Büyü görüb sevinənə. Sabah çim-çim eləyərsən onda, hə? Hə, sabah onda çim-çim eləyərsən. Tacir getdi. Paltarları falan gətirsin, ərzaqları falan. Mən də buradan yığım, yerləşdirim. Haycan qızım, oraya getmək olmaz ki indi aşkım. Bunun da əynin nazı idi, gəldi. Biz əyni dəyişdim. Haycan. Haycan, oraya getmək olmaz indi. Amma qızlar evi çox bəyəndim də, yəni evin görünüşünü. Bir dən yataq da oradadır. Biri orada, biri orada. Bu da açılır bu arada. Girən kimi belə qəşəng stol da var. Qız su görüb deyə əl çəkmir.
Neyse ben bunları gedim yığım. Yerli ödeleyim. Otursan. Gözüm ama bunları yığsın sonra sen oturdursun. Gel kızım yaman ağır. Güzel. Bir anda kamera bir anda götürme olmayacak. Ona göre geldim o tarafta yerleştiririm. İstediğim tripod getirerdim. Neyse böyle bir tər bacı. Zulümden de olsa bunu bacaracağım. Bir hazırdım geçsin olsun buraya yatsın. Haydi. Ben görüm. Aa, burada kuru çay vermişim. Ben derim kuru çay yoktu. Yadımdan çıkıp olmamış. Gözde kızım. Buranın ışığı zayıf. Yani buranın ışığı yanmır. Buranın ışığı necə yandırım? Gelin görün kızlar. Bir dakika buranı ışıqlandıracağım. Все. Işıqlandı. Yaxşı tutabilmişəm. Əməlli ışıqlandı. Beğendin buranı? İndi bacılarım da gelsin geçen. Süpürgemiz de öz sözün değil yani. Gidin bunları da getirim. Aşkım karşıda meyve de kaldı. Met gel buraya mamaya yanına. Mamaya yanına gel aşkım. Bak. Bir çölde geçen yağış yağır. Hara götürüp biz yağış aparırıq da. Geçen yağış yağdı dostlar. Buraya. Güzel. Ben en sevdiğim hava. Ben bu telefonu çəkilişimi bir türlü tuzdura bilmirəm də dostlar. Il gələnə qədər belə bir süfrə hazırladım. Suyun yarısını koydum, yarısını belə yemiş doğradım, meyveləri yudum, cips yedim, sıxarıq, simişka falan belə hazırladım. Bilirik ki, yol gəlirlər, bir dəqiqə aldılar. Ona görə Tacir də tez kebab hazırlayır. Şaka sənə Öz əlləri ilə. əllərimlə hava hazırlayıram canım. Heç sənin kebabından yeməyiblər, hə Tacir? Toyğun budur, nə boyda da, elə bir şeydir. Baxım. Ana deyirlər. Kimə vursan ondan? Amma qəşəng ləzzətli çıxır. Amma sən nə edirsən, ürəyimi öyrətməməsin. Belə məncə kəssən daha yaxşı olur. Dərsin sayımasa. Nə bilim. Bizdə həmişə soyursan dərsini. Pişirəndə soyursan həmişə dərsini. Sən iti deyil, biraz. Aşkım bizdə eləyəndə soyurdun dərsini. Bizdə, biz yadımda deyil. Həmişə toyuq pişirəndə. Yox deyəsən. Amma mamam o qədər bişirib ki, sən yadırğamışdın. Sən nə fikirləşirsən? Biraz yadırğamışam, Allah utanmasın. Həqiqi deyirsən? Vallahi. Neçə vaxt bişirmirsən? Neçə vaxt deyirəm. Haycan. Onun tukasına da getmədin, hə? Qalıb maşında. Nədir qızım? Ailəmi yenə qatmışsan bir-birinə. Hə? Nədir? Bacılar gəlir, aşkım. Mənim telefonum niyə belə çəkir? Bəlkə işıqlandırma zəifdir buradan. Ona görə. Qəssab. Çababçı olduğunu demədən görsət. Sağ kəsilir. Kəsir axı. Yəqin də meyvəni yaxşı kəsir. Meyvəni ala kəsməyə. Yumşaq da. Sən bunu bacaracaqsan. Şaka gel. 3 gündür yol gəlirlər. Dostlar. Ham yatıb, hə? Deyir, ham yatıb. Bayaq zəng eləyəndə Dərbənddə idilər. Nə qədər çatallar? Ay, düşmüşdü yazıq qaldı. Nə qədər çatallar? İstəyirsən kloka at. Ay can. Nə? Nə danışırsan həyatım? Bu arada kızlar, burada ev yeni təmirdən çıxıb deyə. Hələ ki Wi-Fi yoxdur. Zibil qabımız da var. Gələn kimi kloka hazırladım. Amma görsən Tacir, elə iş görmüşəm ki, tərifləyib məni. Bir dənə yerdə falan heç bir şey yoxdur. Yəni blokları falan dağıtmamışam. Bilirəm ki, o fikirləndə çəkəcək. Ona görə hamısını səliqəli halda. Bir dənə görürsünüz kızlar, orada da zibil falan yoxdur yəni.
Mən biraz tərifləyin qızlar, hadi. Bacınızı biraz tərifləyin. Gedim gətirim onu da aşkım. Həyatım, açar anı, maşının açarı. Gedim gətirim. Melis buva deyir. Çox sağ olun. Gedim mən Melis xanıma buva gətirim. Qızlar, bu niyə belə çəkirik? Sizə qurban olun. Sağ ol qızım, gedirəm. Öpüşünlər mənə. Sağ ol, bye bye. Oturun. Və demişəm buva gətir. Hə, gedim buva gətirim, gəlim, yaxşı? Hə, öpürüm. Bye bye. Gedim balama. Yox, gedirəm sənə buva gətirəm. İndi deyir, otur. Gedim buva gətirim, gəlim. Yaxşı? Yağış, qızlar, qəşəng dinləyir. Hələ ki, gür yağmır. İnşallah ama çox yağmaz da. Suyun səsini bəyək gəlir, təzir edə bilir ki, yağış düzlənir. Amma bura açıq deyil. Hələm açıq saxlayıblar. Bir təzir edeyim. Haradaydım? Türkası hə, arxada. Bu tərəfdən fırlamaq. Götürək gəlir. Yağışa güclənir yağış qızlar. Yastığımız da həmişə olduğu kimi bizləndir. Tengün su kazanır hər burada. Mənim də gözüm görmür ayda bu. Ayda da su. Oranın suyu yoxdur, ona görə belə su almışıq. Melis xanıma. Siz də dilədi qızlar, dəhşət su içir Melis. Asar nə elədim ay bacı sizə qurban. Huş yoxdur, and olsun Allaha. Bütün huşum gedib. Yağış gücləndi. Başladı. Şimdi qapını ötsəydi. Örtdüm. Gördünüz, bacımız bu işi bacarır. Ailəmi qatmışam bir-birini bir yaxdan. Bu arada qızlar, əynimdəki tulum necədir? Arıqlamışam deyə istədiyim kimi geyinə bilərəm. Bomboş qalır əynimdə. Bunu əvvəl əynimdə bölüşəcəm sizlə. Heç qəşəng qalmırdı, yəni dar qalırdı. İndi boş qalır deyə rahatdır. Şey qızlar, görək başarıyla tamamlandı, Melis yatdı. Gedim Tacirin yanına. Tacir, dəsən Şəhliyar qardaş gül gəldi. Yorulmuşam. Ortada. Sadece üstü. Şehirler kardeşlerimiz geldi. Hadi bilirsiniz Tacir Bey, necə gedir işler? Füre yandırsan. Bunlar gəldi və çatlarla mamın qalıb. Evet almamışıq, füre yandır. Ama şişe çəkimsən hə Ücey? Maşallah, halal sənə. Bu nədir bəs Ürəyim? Nöğütdü də. Su deyil, nöğütdü. Nöğütdü. Sənətdə nöğüt olur. Hə, nöğütdü. Gəl mərcə girək. Yox, sudur. Su deyil. Valla sudur. İliyəcəm artıq. Məncə Nöğüt nöğütdü. havaqla tərliyir. Qırmızı Nöğüt rəngdə. qazı. Yenə deyirik ki, əmin olsun. Peki çıxasan qaqacının qarşısına. Qızımızın böyüklüyünə. Balaca bu tapamadıq. Qızda değişi yoxdur valla. Ve dolanımız budur. Həyat yoldaşım. Gedim görün neyinir. Aşkım nətərdir vəziyyət? Düşürə bilirsən? Gəlim bir bakayım. Hamının yuxusu gəldi həyatım. İnansan hamı deyir ki tez pişsəydi yeyib yatardıq. Mənə qışqırtın eləməyəsiniz ki sonra ayçi. Niyə? Çünki mən hələ şey tezdir anlamıyorum. Ya. Eləməli. Falan qurulmayıbdır. Çünki hamı yuxusu gəldi. Hamı bir də onu fikirləş. Qaqa gətirdi, döşək də gətirdilər. Bayaqdan dostlar. Mən burada daşdan olsa yatar Ay, qala verəməsin. Deməli, bayaqdan problem. Bayaqdan ailəm dəyib bir-birinə Şəhriyar qardaşım telefonu qalıb. Dönərxanada. Ben döner videonda boğazımıza dizdiler.
Onu deyim. Deyirəm ki, Şəhlər qardaşımın telefonu qalıb dönərxanada. Buradan da döşək problemi, dostlar, sığmırdıq. Axı sağ olsun, əmi bizə döşək gətirdi. Saat neçədir qaqa? Saat 4-də əmini qoymadıq yatsın. Saat 4-də bizə döşək gətirib. Sən belə adam Yorulmuşsan? yuxulu olur, o yeməyi yəndə ürəyim bulanır. Mən dönərxanada onu istəydim. Dönəri 2 diş vurdum, mən dönər yiyən adamam. Elə ona görə yadım. Hərəkəti olmasın. Hərəkəti olmasın. Dönəri elə qoydum, üzdə çıxdım. Elə ona görə yadınız olsun. Nə telefon? Hamı deyir Adam ki, oynadı, Nadir nədir qardaş var? deyir, maşında yuxuluyurdu. Ancaq deyir ki, getsəydim evə tez yatacam. Ha, Allah'ın da olsun. Tək deyim söz oydu. Ayaqlar Hə, böyle gedib sınmışdı yatırım. orada. Mən saat Çox yol 7-də gəldi. yatmışam, 9-da oyanmışam. Yol çox gəldi ona görə. Nəysə dostlar, yeməyimiz bişsin görək Allah qoysun necə olur. Kələ qaldı. Mən kələndi. Mən də yuxum gəldi, bu da yuxu dedilər. Allah'ın üçün mən də yuxum gəldi. Görüm necə hazırlanmışam Tacir. Mən fikrimdə tutuyorum. Məncə də pis deyil. Sən bişirmişsən deyə tərifləmirəm. Yəni qəşəng. 3-də Mən də özüm istəyirəm deyirəm. Mən də istəyirəm. Yəni belə saat Gedək görək. Gedək baxaq ancaq bu necədir. kadar. Durdun saat 4 deyil. Ancaq bu kadarını yapabildik. Yəni bunu şükür eləmək lazımdır. O boyda əziyyət çəkir. Daha da Arkadaşlar gedirik süfrəyə Allah'ın izni ilə. Nadir qardaş işə davam. Bunu atıb fırlada bilərəm içində. Yo yo qaqa eləmə, get. Getdik. 4-də kabab yeyirik. Bunlar yeyib gəlibdir. Tacir saat 4-dür, yemək pişirib əziyyət çəkib. Bir dənə Nadir qardaşdır baba. Arkadaşlar, Şəhliyə qədər çox vəfasız. Allah'a Bakıdan buraya gələrsən, Allahın adına qurban olum. Evlə qorxudublar ki, telefona baxmaq olmaz. Telefon heç baxmamışım. Yadına Gəlib düşmür. çatmışam, telefonum yoxdur. Qalıb dönərxanada. Mən yedim, telefonum qaldı. O da yiyər. Səhərə kimi indi dönər yiyib verəm. Sən nuş olsun. Həyat yoldaşım, gəlin mən də deyim. Ay çox. Bam sən orada otura bilərsən, mən burada oturum. Başqa qanadı alıb. Yox, qaqa, böyükdür qənətlər. Qənətdir, buddur, hamısı böyük. Gördün mü, sən elə bir paya parçalayırdın. Şu dostlar, bizə nuş olsun, göz haqqınızı halal eləyin. Böyük həyatın boşladın. Yaradım arkadaşlar. Nəsə Benim pişirib sevgilim yaradı buranı. Allah'ım. Afreminde Dörd necə pişirib? Hələ yeməmişim. Afreminde birinci sevgilim. Necədir? Hələ yeməyib, hələ yeməyib. Kim yeyib? Nadir yeyibdi. Nadir qardaş, nə tərdir? Qurban Allah. Tacir pişiribdi, indi hamısı tərifləyəcək. Beyzbol sopasını oturuyor. Bu kimə vursan ki, yəni bu normal toyuğun 4 dənə budun əvəz edir. Qaqa nə tərdir? Bəyəndin sən? Bu videoda elə bir şeydir. Yaxşıdır. Şey var ya, onu deyirlər. Tacir təriflədilər, bayaqdan fikrindən götürüb getmişdi ki, bu şey, yalandan qaqa deyirlər. yemib belə. Qaqa yemib belə, Allah. Yedim. Süper. Mən də baxım dostlar, səmimi deyəcəm. Atasın. Ata yatıb ya aşkım. Ata yatıb. Kızlar, səhər mənzərə o qədər qəşəngdir. Çox qəşəng mənzərəsi var sabah. Nə axtarsan ömrüm? Şəhriyar qardaşım verdiyi yüzüyü Tacirə. Hə. Bu cöcə. Amma burada hava çox soyuqdur. Səhərə qədər üşümüşəm evdə. Çox soyuqdur, hədsiz. Deməli dostlar, səhər biraz stres atıram. Gəldim, oturdum setkanın altında. Qəşəng sakitçilik, qəşəng hava. Dedim, biraz stres atım. Bu aralar biraz əsəblərim gərgin olur. Özümdən asıl deyildi. Yəni suyun səsi, qəşəng huzurdur. Prosta hava bəxtimizdən birdən-birə çöndü. Yəni dünəndən hava gah yağış yağır, gah soyuqdur. Elə bil soyuq havadayıqdır. Bilməm necə olacaq, inşallah yaxşı olar. Hava, biz də gəzərik. Ən azı dadını çıxarda bilərik. Heç nə qədər videomuzu burada sonlandırıram. Əslində istəyərdim uzun olsun. Prosta bugün də yeni videoya başlayacağım deyə bunu yavaş-yavaş sonlandırırım. Sizi çox sevirəm. Yaxşı ki varsınız. Yaxşı ki bizim izləyicilərimizsiniz.
Allah hər birinizdən razı olsun. Xoş sözləriniz üçün də təşəkkür edirəm. Düzdür, kommentləri oxuya bilmirəm. Var ümumiyyətlə heç bir kommenti oxuya bilmirəm. Elə videomu paylaşıram, kommentləri oxuya bilmirəm. Melis başıma qatır deyə oxuya bilmirəm. Amma çalışdığım qədər indi biraz vaxt eləyib Allahın izni ilə çalışacağım, kommentləri oxuyum. Həmişə olduğu kimi mesajlarınızı cavablayım. İnşallah ki bunu səhv başa düşməzsiniz də, yəni cavab vermədiyimi. Sizi sevirəm. Kanalımıza abunə olub, bildirimləri açıb, yorum yazmağı unutmayın. Yaxşı ki varsınız. Yaxşı ki mənim izləyicilərimsiz. Sizi çox sevirəm. Öpürəm sizləri. Növbəti videoda görüşənədək. Hələlik.